Koç bürcü 2 iyul 2025-ci il. Günə vacib işlərlə başlamaq məsləhət deyil. Ətrafdakılarla ünsiyyətdə sakitliyi və zərifliyi qorumaq sizə çətin olacaq. Əgər qoçlar üçün başqa insanların iştiraki tələb olunmayan tanış və rutin tanışlıqlarla məşğul olmaq daha uyğun olar. Hər addımı diqqətlə düşünün. Tələsik qəbul olunan qərarlar çox güman ki, səhv çıxacaq. Günün ikinci yarısı yeni biliklər öyrənmək üçün əlverişlidir. Elə məlumatlar əldə edəcəksiniz ki, gələcək işlərdə faydalı olacaq və sizə rəqiblər üzərində üstünlük verəcək. Gözlənilən xoş xəbərlərin alınması mümkündür. Boğa bürcü 2 iyul 2025-ci il. Vacib işlərə səhərdən başlayın ki, hər şeyə çatdırasınız. Çətin vəziyyətlərdə əksər boğalara öz intuisiyasını dinləmək faydalı olacaq. Tanış olmadığınız mövzularda araşdırma aparmaq üçün əla vaxtdır. Siz əsas prinsipləri asanlıqla anlayacaq, detallara vara biləcəksiniz və əldə olunan biliklər yaxın zamanda sizə faydalı olacaq. İşgüzar təkliflər vermək, rəhbərliklə ciddi söhbətlər aparmaq üçün münasib zamandır. Günün sonuna heç bir işi saxlamayın. Emosiyalarınıza nəzarət etmək, sakitliyi qorumaq çətin olacaq. Əkizlər bürcü 2 iyul 2025-ci il. Günün əvvəlində hər şey istədiyiniz kimi getməyəcək, amma vəziyyət tezliklə düzələcək. Özü də sizin tərəfinizdən ciddi səy göstərilmədən səhər saatlarında iş yoldaşları və rəhbərliklə qarşılıqlı anlaşma əldə etmək asan olmayacaq. Bəzi əkizlər əhval-ruhiyyə dəyişikliyi ilə üzləşəcək. Bu isə onların diqqətini işə cəmləməsinə mane olacaq. Cazibəniz nəzərə çarpacaq dərəcədə artacaq. Buna görə də ətrafdakıların rəğbətini qazanmaq sizin üçün çətin olmayacaq. Bu, üstünlükdən istifadə edərək faydalı əlaqələr qurmaq, müxtəlif problemləri həll etmək mümkündür. Ətrafdakılar sizə məmnuniyyətlə güzəştə gedəcək və kömək edəcək. Xərçəng bürcü 2 iyul 2025-ci il. Qarşınıza bir çox uğurlu imkanlar çıxacaq. Onları maksimum şəkildə dəyərləndirməyə çalışın. Əksər xərçənglər üçün hər bir yeni başlanğıc uğurlu olacaq. Nikbin əhval-ruhiyyə və səxavət təkcə çətin vəziyyətlərin öhdəsindən gəlməyə deyil, həm də ətrafdakılar arasında rəğbət qazanmağa imkan verəcək. Sərfəli razılaşmalar bağlamaq, nəzərə çarpacaq gəlir əldə etmək mümkün olacaq. Uzun müddətdir həyata keçirmək istədiyiniz bir arzunuzu reallaşdırmaq imkanı yaranacaq və sınanmış müttəfiqlər bu işdə sizə yardım edəcək. Maddi cəhətdən uğur, məqsədlərə çatmaq və həyatın müxtəlif sahələrində uğur ehtimalı yüksəkdir. Şir bürcü 2 iyul 2025-ci il. Özünüzdə çoxlu gizli istedadlar kəşf edəcəksiniz. Bu istedadlar mühüm işgüzar məsələlərin həllində sizə kömək edəcək. Bir çox şirlər güclü liderlik keyfiyyətlərini nümayiş etdirəcək, ətrafdakılara ilham verəcək və təsirli nəticələr əldə edəcəklər. Karyera ilə bağlı perspektivli təkliflər mümkündür. Bu barədə çox düşünməyə ehtiyac yoxdur. İşgüzar səfərlər və komandirovkalar üçün əlverişli zamandır. Bunlar uğurla keçəcək və arzu olunan nəticəni gətirəcək. Peşmanlıq duyduğunuz kəsilmiş münasibətləri bərpa etmək imkanı yaranacaq. Qız bürcü 2 iyul 2025-ci il. Sizin üçün vacib olan insanlarla mübahisələrdən uzaq durun. Bir çox qızlar həddən artıq tənqidi olacaq, xırdalıqlara ilişəcək və hər kəsə irad tutacaq. Bu, ətrafdakılarla münasibətlərə pis təsir göstərəcək və ehtimal ki, reputasiyanıza zərər vuracaq. Tək başına öhdəsindən gələ biləcəyiniz işlərə fokuslanmaq daha yaxşıdır. Zaman keçdikcə vəziyyət yaxşılığa doğru dəyişəcək. Özünüzü ələ alacaq, mübahisə etdiyiniz insanlarla barışacaq və faydalı əlaqələr quracaqsınız. Xoş xəbərlər almaq ehtimalı var. Tərəzi bürcü 2 iyul 2025-ci il. Əla və hadisələrlə dolu bir gün olacaq. Hansı işə başlasanız uğur qazanacaqsınız. Bir çox tərəzilər ən çətin və dolaşıq məsələləri belə uğurla həll edəcəklər. Maraqlı ideyaları həyata keçirmək və əlamətdar nəticələr əldə etmək imkanı yaranacaq. Liderlik can atmaq artacaq və bu rəhbərliyin də diqqətdən yayılmayacaq. Sürətli karyera yüksəlişi mümkündür. Yeni biliklər öyrənmək, peşəkar bacarıqları inkişaf etdirmək üçün əlverişli zamandır. Yalnız işdə yox, şəxsi həyatda da faydalı olacaq bir çox bacarıqlar əldə edəcəksiniz. Əqrəb bürcü 2 iyul 2025-ci il. Uzun müddətdir təxirə saldığınız problemləri həll etmək üçün münasib vaxtdır. Çətinliklərin öhdəsindən gəlmək üçün qeyri-adi yollar tapacaqsınız və əvvəllər sizə kömək etmək istəməyən insanlardan dəstək alacaqsınız. Bəzi əqrəblər nüfuzlu şəxslərlə əlaqə yaradacaq və onların himayəsi tezliklə çox faydalı olacaq. Sizi nəyəsə inandırmağa çalışan insanlardan ehtiyatlı olun. Aldanmaq riskiniz var. Ayıqlığınız və sağlam düşüncəniz sizə kömək edəcək. Bütün ideyalarınızı həyata keçirmək mümkün olmayacaq. Amma tezliklə onların əvvəldən o qədər də perspektivli olmadığını anlayacaqsınız. Ox atan bürcü
2 iyul 2025-ci il. Hər şey istədiyiniz kimi getməyəcək. Günün birinci yarısında əksər oxudanlar fikirlərini toplamaq və planlaşdırılmış işlərə başlamaq üçün çətinlik çəkəcək. Ümid etdiyiniz insanların sizə kömək etməməsi ehtimalı var. Şəxsi həyatla bağlı narahatlıqlar da iş qabiliyyətinizə mənfi təsir göstərəcək. Günün ikinci yarısında vəziyyət tədricən düzələcək. Emosiyalarınıza nəzarət edəcək. Buraxdığınız boşluğu dolduracaq. Yaxşı nəticələr əldə edəcəksiniz. Rəhbərlik, həmkarlar və yaxın insanlarla mühüm məsələləri müzakirə etmək üçün münasib vaxtdır. Bir-birinizi asanlıqla anlayacaq və ortaq bir yol tapacaqsınız. Oğlaq bürcü 2 iyul 2025-ci il. Cazibəniz artacaq və bu bir çox hallarda sizə fayda verəcək. Bəzi oğlaqlar köhnə rəqiblərini belə öz tərəflərinə çəkə biləcəklər. İş yoldaşları, rəhbərlik və tərəfdaşlarla ümumi dil tapmaq uğurla alınacaq. Gəliri əhəmiyyətli dərəcədə artırmaq imkanınız yaranacaq. İş yerinə romantik münasibətlərin başlaması da mümkündür. Bütün ideyalarınızı dərhal həyata keçirmək mümkün olmayacaq. Amma bu səbəbdən dərhal onlardan imtina etməyin. Tezliklə onları reallaşdırmağın yollarını tapacağınız istisna edilmir. Axşam dostlarla görüşmək və ya romantik görüş üçün münasib zamandır. Dolça bürcü 2 iyul 2025-ci il. Çətin, amma bəzi xoş məqamlarla yadda qalacaq bir gündür. Bəzi dolçalar ətrafdakılarla münasibətlərində çətinliklərlə üzləşəcəklər. İmkan varsa, rəhbərliklə qarşılaşmaqdan yayınmaq yaxşıdır. Əks halda problemlərdən qaçmaq çətin olacaq. Əlavə vəzifələr üzərinizə götürməli olacaqsınız. Bu isə yorucu olacaq. Buna baxmayaraq, yetərincə səy göstərsəniz, işgüzar nüfuzunuzu gücləndirəcək karyera yüksəlişinə nail olacaqsınız. Axşam qohumlarla münasibətlərə xüsusi diqqət ayırmaq lazım olacaq. Az danışın, çox qulaq asın. Bu halda qarşılıqlı anlaşma əldə etmək asan olacaq. Balıqlar bürcü 2 iyul 2025-ci il. Günün ilk yarısı gərgin və qarışıq olacaq. Bir çox balıqlar üçün vacib məsələlərə fokuslanmaq, xırda şeylərə alüdə olmamaq çətin olacaq. Bununla belə səmərəli işə köklənməyə çalışın. Bu, yaxşı nəticələr əldə etməyin və gələcək uğurların təməlini qoymağa imkan verəcək. Yaxınlarınız işlərinizə qarışmağa çalışacaq. Bu həmişə yerinə düşməyəcək. Onların enerjisini doğru istiqamətə yönəltməyə çalışın. Bu işdə sizə nəzakət və dəqiqlik kömək edəcək. Axşam vacib xəbərlərin alınması mümkündür.